Hanımın bədəxlağı, yəni ilanı doluyubsan dəvədə. O tərəf arvadla savaşdı. Gördü daimuna hər oyun çıxadır, bunu dili bağlanmır. Elə dili deyir, ölüncən vırır, durur yamanlayır. Dili deyir da, yəni öldürəsəndə bəzi adamlar dili deyəcək. Xarab radio kimin, Nəsimin qət eləməlidir, nə batırısını çıxartmalıdır. 24 saat dedi, apardı hirsindən bunu saldı quyuya. Dedi, qal burada acundan öl da səni çıxartmaram. Getdi, səhər dedi, bu yazıqdı da, indi tuğ bilədi da. Qoy gedim çıxardım. Dolu salladı quyuya, deyim, min o dola, çıx üstə. Arvad dedi, çıxmaram öləsəndən. İndi ki, məni salıbsan bura, mən də gör nə oğuza yaratmışam bura ki. Mən də Abbası bilirəm, o behişti görənlərdəndir. Gecənin bu aləmi qorxusundan övə də getmir, otu başı uva dönür. Bəli, kişi kimin vilayı məsuldur ha. Vaqən mən bunu çox istərəm. O məsulini ki, İmam Hüseynin adı ilə, midal iftixarı ilə xidmət eləyir mərdümə. Neçə ildə əlan mən bu mühəndisi tanıyıram. Əl-Həqqi vəl-İnsaf, Homeyi Kərəc, Hisarəc, hər yerdə asar-ı müfid inşallah sizin köməkliyüzünən bundan da behtər olacaq inşallah. Gələcək da, biləxərə biz ötürməyəcək ki, mühəndisi bu cürüsünə gedə. O tərəf məclisdə dedi ki, kim xanımdan qorxur dursun ayağa. Hamı qorxusundan durdular ayağa. Gördülər bir nəfər durmadı. Bizim bu mühəndis kimin oturub yerə. Dedilər mühəndis, mən ölüm. Sən nə cür eləyib, sən Allahdan qorxmusan. Dedi, baba duramıram, gecə vırıb belim sınıb, qalmışam. Apardı kişi arvadı saldı quyuya. Xətcə adında bir arvadıdır. Xədicə da. Dolçanı salladı quyuya, dedi Xətcə min çıxadım eşiyə. Dedi, o çıxmaram. Tez bir dənə ilan atıldı bu cəbənin içinə. Dilə gəldi, dedi, sən bil Allah məni bu arvadın əlindən nəcat ver. Dədəmi yandırıb dünəndən. Sənə mən böyük fayda yetirirəm. Deyə, neynərsən? Dedi, gedirəm müstəqim dolanam şahın qızının boynuna. Sən də bir unvanı ilan olsunlayan margir gələrsən, mən səni görcə açılıb gedəcəyəm, sənə kullu pul verərlər. Bu zəhmətün, bu xidmətün əvəzin mən çıxacağım. Səs düşdü, filan şahın qızının boynuna bir ilan dolanıb. Bu da bir unvanı margir, dedi, mən onu döhdürüyəm. İlanı görcən, inala dedi, Allah açıl, xoş gəldin. İlan açıldı, amı ciplərin doldular təlavı cəvahırla. İlan qapıdan çıxanda dedi, ayrı adamın boynuna dolansam, gəlmə ha, açılmayacağım. Deyə, yoxsa neyim var, Allah şüyras geçsin, qoy çıx get. Xəbər düşdü, bu ilan bir ayrı yerdə dolanıb bir vəzirin qızının boynuna. Dedilər, bir həftəmindən qabaq filan yerdə bir margir var idi. O bu ilanın dilini bilir, gedin onu gətirin. Gəldilər ki, ilanda deyib, gəlmə, açılmayacağım. Dedi, baba, mən aparmayayım, mənim işim var. Dedilər, sənə kulli pul verəcək. Orada nə qədər alıbsan, burada 4 bərabərin verəcək. Gəbizinlə gedək. Dedi, da çarə yoxdur, gələ. Girdi içəri, ilan görcək, dedi, və kişi deməmişdim bəyə, gəlmə. Dedi, evin yıxılmasın, gəlmirdim ki, gəldim deyəm, xətcə çıxıb quyudan gəlir bura. İlan açıldı oğlanın boynundan, bıdı qoydu, qaçdı. Buyurur, və rəculun ləhu kanət imrəətun. Buyurdu, bir də Allah o kişinin duasını eşitməz, bir dənə pis əxlaq arvadın girinə geçib, səslənir Allah, mənim onun əlindən qutar. Allah bura qutaranmaram, apar sikkələrimi ver, ötür qoy çıxsın, geçsin da. Şeylə onu vermək çətindir da. Əvvəl günü bilmirdi ki, bu. Bəli, indi o tərəf Bəqolay Abbasi bəyək buyururdu ki, bir nəfərin dəvəsi etmişdi, fışqa çala-çala gedirdi. Dedilər, ay olamaz, sən dəvəni tip, mən niyə fışqa çalırsan? Dedi, ümidim o dəriyə gəlir. Orada olmasa, qədəndə zırıltıya baxarsan. Bəzi adamın görürsən, əvvəldə imzalayanda bilmir ki, dalında poştu, qabaqda meyvə, adama bu yana keç, adamadı qızışdırırlar, deyir belə, doğrudan 500 sikkiyə 200-dən imza vurdu da, belə hər vurduqcan bir zəncir qoluva doluysan da, dıçıq qaşmaq olmaz. Buyurur, Allah o kişinin duasını eşitməz,
Bir dənə nanəcib arvadın girinə geçib hey deyir Allah mənim yaxamı qutar. Allah buyurur xeyr. Get talaq ver, haqqın ver. Və rəculun kanə ləhu malun. Bir dənə kişinin niyə üçüncü dua iki müstəcab olmaz o nədir? Buyurdu o kişidir ki bir zaman ağa tütlər nə qəşəng sözlər deyərlər ağa. Ağa insafən Türkün bazı bu əlfazı qiyamətdir. Fasda bir belə əlfaz yoxdur ki. Məsələn deyir ki tərəf cırmaqlayır. Da bu cırmaqlamağın farsısı yoxdur ba. Qədim döhdürlər. Kollən mərzin zəbanı halı ilə bilərdilər nə idi? Bax, deyir sancı eləyir. Bax, türküdə deyir sancı eləyir. Qıçım göynüyür. Qıçım ağrıyır. Qıçım içəridən ne müdünəm mil vurur qıçım. Yəni sancır bir şey indi qaydır. Bax, neçə dənə ondan bilir damın qıçının nə mənəsidir. Amma farsda deyir dərd mikoni. Elə şərötəyə bir dənə dərd mikoni cəmi cür eləyir. Buyurur vərəculun kanə ləhum. Tütlər deyər şansa hər adamın qapısın bir şeyi döver. Allah adama mövqeyyət verər, postu verər, pul verər. Xob, adam var deyər və həməşə bu gələcək. Tökər dağıdar, dostbazlıq elər, ona kilo kabab verər, mının qarnını doldurar. Pullu adamın yaman dabanına hesabın çox vuran olar. Baba səndən olmaz ki, baba bu hesaplayacaq, itələrlə qabağa, baraşır Allah boynuna, deyərlər bir yol yerinə mənə var hesapla. Buyurur bir de o kişinin Allah duasını eşitməz. Allah ona mal verə, fəfsədəhu, tökə dağıda vel xəşli eləyə, bu pul əlindən gedə, indi bir olub muflis olub. Fəyəqul, oturub deyir Allah başı ova dönüm dubara gör neynərsən Allahım mərzuqni Allah mənə bir yetiş. Allah buyurar sənə demişdim miyanərov ol. Bəzi adam ki birdən pullanar hamı bilər bu pullanıb. Bir ayın içində həyət əvəzlər, maşın əvəzlər, arvad əvəzlər, uşaqlar əvəzlər, hər zad əvəzlərdir. Hamı bilir bunun keyfi sazaldı. Deyir çox töhdağıd eləmə ha, iqtisadi əli ol, miyanərov ol. Niyanərov ol.